İmam Həsən əleyhissalam hicrətin 3-cü ilində Ramazan ayının ortasında 15-də Mədinədə dünyaya gəlib. Sair Əhl-i Beyt imamları kimi İmam Həsən əleyhissalam da Allah tərəfindən Peyğəmbərin imamətini izhar edən şəxslərdən biridir. İmam Həsən əleyhissalam imaməti dönəmi çox çətin bir dönəmə düşür. Hətta İmam Hüseyn əleyhissalamın dönəmindən də çətin bir dönəmdə olur. Çünki Həzrət Əli əleyhissalam şəhid olur. Həm zahiri, həm batini xilafət İmam Həsən əleyhissalama keçir və ümmət Əhl-i Beytdən üz döndərib və batil tərəfə keçib, batilə dəstək verir, batil üçün canından keçməyə hazırdır, amma Əhl-i Beytin yanında deyirlər. Yəni, hətta tarixdə məlumatlar var ki, İmam Həsən əleyhissalam Muaviyyə ilə döyüşə qalxanda deməli siyasət istifadə edir Muaviyyə. Siyasət də nədən ibarətdir? Yəni, mərd-mərdanə, üz-üzə, düzünə yox. Necə Həzrət Əlinin vaxtında çirkin siyasət istifadə edirdi? Məsələn, Quranları taxın nizələrin ucuna. Yəni, Allahın kitabını, Quranı göstəriş verirdi ki, bütün əskərlər hamısını batırın, qaldırın göyə. Yəni, Qurana belə deyək də, ilk dəfə kütləvi şəkildə hörmətsizliyi Muaviyyə və onun qoşunu eləyib. Yəni, Quran nədir ki, ona məsələn nizə vurasan sən? Məsələn, indi Avropada biri Quran yandıranda aləm qarışır bir-birinə ki, Quran yandırılıb. Ondan qat-qat qabaq birinci bu işə rəvacı hələ Muaviyyə verib ki, Quranı niziyə taxasa. İndi şəxslər var ki, Muaviyyənin bu əməlinə bəraət qazandırır, deyir, düz eləyib. Heç səhv zad eləməyib, yaxşı eləyib və əcəb eləyib, düz eləyib. Hər halda çirkin siyasət davam eləyir. İmam Həsən əleyhissalamın vaxtında da eyni şey. Necə? İndi fərqli. Qoşun rəhbərləri qəbilələrdən ibarət idi. Güya İmam Həsən əleyhissalamı və haqqı müdafiə eləməyə gəliblər. Döyüşün axşamı hər qoşun rəhbərinə, bu qəbilə rəisinə sandıqda qızıl gedir. Bir sandıq qızıl. Və vəd verilir ki, bu hələ başlanğıcdır. Sən bunu götür hələlik. Belə deyək də, bundan 1-2 günlük yola ver, dalı gələcək, bundan artıq. Müsəlmanlar gözün açırlar, görürlər ki, meydanda heç kim qalmıyor. Qoşun rəhbəri, qəbilə rəisi gedəndə, onun qəbilə tərəfdarları da hamısı qoşulur, ona gedir. Yəni, eyni Həzrət Əlinin dönəmində apardığı çirkin siyasəti İmam Həsənin dönəmində də aparır və İmam Həsən əleyhissalamın dönəmində demək olar ki, ətrafında heç kim qalmır. Ümumən Əhl-i Beytin ətrafında sadiq adamlar çox az olub. Deməli, o çirkin siyasətdən biri bu olub. Şərrəmək, böhtan, şər. Yəni, İmam Həsən əleyhissalam oturub Mədinədə, Şamda İmam Həsən əleyhissalamın əleyhinə təbliğat gedir. Həsən belə, Həsən elə, Həsən belə. Da belə deyək də, ağla gələn, gəlməyən nə varsa, bütün ləkələri imamətin pak paltarına yapışdırırlar. Deməli, hədisdə gəlir, günlərin bir günü bir Şamlı İmam Həsən əleyhissalamı görür, fəcəələ yəl'anuhu. Başlayır İmam Həsəni lənətləməyə elə üzünə.
Vel İmamul Hasan la yeruddu aleyh. İmam Hasan aleyhisselam ona bir söz demirdi. Felemma fariga aqbala el-İmamul Hasan feselleme aleyh. Deməli bu söyüş təhkirin bitirəndən sonra imam buna bir kəlmə də demir bu Şamlıya. İmam yaxınlaşır buna və buna indi uzaqdan baxanlar elə bilir ki, bu da qoşulacaq buna ki, sən mənim atama dedin, mən də sənin ata deyirəm. Sən mənim məsələm özümə dedin, mən də sənin özünə deyirəm. Belə bir şey gözləyirdilər. İmam tam fərqli bir şey eləyir. Səlləmə aleyhi və zahik. İmam şəxsə salam verir, bu bunu söyür, təhqir edir, rənətləyir. İmam isə buna salam verir və üzünə təbəssüm eləyir. Təbəssüm eləyir və belə bir şeylər, kəlmələr deyir. Deyir ki, əyyuhə şeyx, şeyx yəni yaşlı insan. Belə deyə də canın ölümünə hazır olan biri gəlib ki, dişimin dibindən çıxacam deyəni, çıxanı deyəcəm İmam Həsənə, qoy öldürsünlər məni. O belə biri gəlib. Adunnuk, əyyuhə şeyx, adunnukə qəribən. Deyir, mən belə başa düşürəm ki, sən buralı deyilsən. İndi danışığından, ərəblərin danışıq tərzi də var da, bir ölkədə bir kəlmə bir mənadadır, başqa ölkədə başqa mənadadır. Amma o fəsih ədəbi dil hər yanda eynidir. Və ləəlləkə şəbbəhdə. Şəbbəhdə nədir? İmam bunu o söyüş təhqirinə bəraət qazandırmağa çalışır ki, utanmasın. Deyir, ola bilsin, sən məni kimlənsə səhv salmısan. Yəni, məni sevmədiyin bir adama bənzətmisən və arozda problem var, indi problemi də oxşatmısan deyə mənə bu nalayiq sözləri deyirsən. Bəlkə yolu tanımırsan, sənə düz yol göstərək. Əgər acsansa, səni yeməklə təmin eləyək. Və in kunta üryanən kəsəvnək. Əgər geyimin, paltarın yoxdursa, sənə paltar verək, geyim verək. İn kunta mühtacən əğneynak. Əgər ehtiyacın varsa, ehtiyacını ödəyək. İn kunta taridən aveynak. Tarid nədir? Deməli, bir nəfəri bir dəstə qovur, ya onu öldürmək üçün, ya da xəsarət yetirmək üçün. O qovulan şəxsə ərəb dilində deyirlər, tariddir. İmam deyir ki, əgər sən taridsənsə, yəni səni bir dəstə, bir qəbilə qovursa, mən Həsən durmuşam dalında, səni öz himayəmə götürürəm. Bir nəfər belə sənə barmağın toxundura bilməz, məgər ki, mənim qətlimdən sonra. Və buna bənzər kəlamlar, fələmmə səmi'ər-rəculu kəlaməhu bəka. Bu yaşlı kişi İmam Həsənin bu sözlərini eşidəndən sonra ağlayır və qalə əşhədü ennəkə xəlifət Allah fi ardihi. Şəhadət verirəm ki, Allahın yer üzündə xəlifəsi sənsən. Yəni bunu o birisi, belə deyə də dırnaqarası xəlifə burub, göndərib Mədiniyə ki, get cəmaatın içində söyüd təhqir ilə nüfuzdan düşsün. Amma İmam Həsən əleyhissalam bu rəftarı şəxsi tamamilə dəyişir. İndi müşkül də bax buradadır. Bu gəldi. Bu şəxs gəldi. Sözün dediyi cavabını aldı. Amma əksəriyyət gəlmir. Əksəriyyət neynəmir? Gəlmir, soruşmur, danışmır ki, ya Həsən və yaxud ya Hüseyin, ya filan, sən niyə beləsən, sən niyə belə eləyirsən? Qərarı onlara nə imla olunursa, o imlanın üstündə qərarların qəbul eləyirlər. Amma yenə deyirəm, soruşanların özü də nədir? Azdır. Məsələn, mən öz üstümdə bir misal çəkim. Bir 10 il